21 may 2025-ci il həbsdə olan jurnalist Cavid Şirəliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə iş üzrə zərər çəkmiş şəxs ifadə verib. Həbsdə olan 7 gün xəbər qəzetinin təsisçisi və baş redaktoru Cavid Şirəliyevin barəsində olan cinayət işi üzrə 20 may 2025-ci il tarixində məhkəmə prosesi davam etdirilib. Prosesdə iş üzrə qondarma zərər çəkmiş şəxs ifadə verib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Qeyd edək ki, 7 gün xəbər qəzetinin təsisçisi və baş redaktoru Cavid Şirəliyev 2024-cü il mayın 11-də həbs olunub. O özünü təqsirli bilmir və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Yedi gün xəbərin YouTube kanalına abunə olun. Bundan başqa, həqiqətlərdən daha çox insanın vaxtında xəbər tutması üçün videoları bəyənin və paylaşın.